Və bizim mövqeyimiz Azərbaycan mövqeyinə gəldiksə, Azərbaycan Xarici İşlər Naziri məlum bu qarşıdurma ilə bağlı, müharibə ilə bağlı mövqeyini ifadə edir. Mövqey də belədir ki, biz Azərbaycan dövləti olaraq İsrail və İran arasındakı bu münaqişənin dinc yollarla, diplomatik yollarla tənzimlənməsini dəstəkləyirik. Biz buna çağırış edirik. Eyni zamanda diplomatik vasitələrdən istifadə etməklə, rıçaqlardan istifadə etməklə, məsələn, BMT Təhlükəsizlik Şurası nə ilə məşğuldur? Mövqe ortaya qoysun, bir konkret addımlar atsın və xüsusilə də Azərbaycanın mövqeyi belədir ki, biz mülki əhalinin və mülki obyektlərin vurulmasına əleyhinəyik və bunun istəmirik, bunun əleyhinəyik, bunun mövqeyimizi ifadə eləmişik və yeri gəlmişik Azərbaycan tərəfi diplomatik kanallarla İsrail tərəfindən də məlumat verir ki, İranda Azərbaycanın kompakt halında yaşadığı şəhərlərin vurulmasından çəkinsin, bunu etməsin və belə bir bizim mövqeyimiz də var, İsrailə çatdırmışıq. Və bizim İsrail dövlətindən tərəfdaşlı münasibətlərimiz var, bizim İranla mehriban qonşulu münasibətlərimiz var. Biz istəyirik ki, qulağımızın dibində, qonşuluqda bu müharibəyə son qoyulsun. O məşhur deyimdə olduğu kimi, əgər qonşuda ev yanırsa, heç bir digər qonşuda rahat olmamalıdır ki, bu mənim evim yanmır ki, onun evi yanır. Çünki külək o yanğını bu evlərdə gətirib çıxara bilər. Biz bu müharibənin əleyhinəyik, bir sülh istəyirik və bu qarşıdurmanın, bu konfrontasiyanın məhz dialoq vasitəsilə həllini istəyirik.